Benim adım Teyyub, familiyam İsmailov, Həsənoğlu. Sizden xahiş edirəm ki, stolların hamısı yerdedir, elektrik xətləri yerdedir. Bu elektrik xətlərinin müdürünə tapşırılsın ki, bu xətləri düzəltsinlər, kabelləşsin. Hər yer stollara basılıb 200-300 metre ara qalıb o qazayır havası olacaq. Niye? Neden ötər? Neden ötər olmalıdır? Neden ötər? Yalandan 15-20 nefer orada devletten maaş alır, 350 maaş. Niye alır? Neye göre verirler onları? 72 yaşım var. Bu benden de belki de bir 70 yıl qabaq var.